Salam aleykum, değerli izləyicilər. Bu video sona qədər diqqət edin, izləyin. Ondan sonra nə edəcəyinizi özünüz qərar verərsiniz. Çox dəyərli izləyicilərimizdən biri bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah bütün sıxıntılarınızı huzura çevirsin. Sizə mən indi şifrəli kodlu istixaradan bəhs edəcəm. Heç mi istəməzsən bilmək ki, üzərində olan sıxıntının səbəbi nədir? Nədir bu səni bu qədər problemlərə salan? Üzərində olan ağırlıq nədir? Hardan gəlir? Cadu mudur, nəfs midir, nəzər midir? Şifrəli kodlu əbcəd hesabı ilə olan istixara barədə heç məlumatın varmı? İndi isə gəl sənə o haqda bir məlumat verək. Misal olaraq deyirəm, adın Rəhman. Misal olaraq 1995 təvəllüdsən. Deyək ki, ana adın Zəhra. Qurbətən ilallah. Bəli, şifrəli kodlu istixara üçün kim istəsə, profildə əlaqə nömrəmizlə əlaqə saxlaya bilər. Deməli, burada güzel insan, hər şey İslam hesablaması riyazi üsulla bildirilir sizə. 1995 əbcəd hesabım, öz adındakı hərf rəqəm sayı, ana adındakı hərf rəqəm sayı hamısı önəmli rol daşıyır və buna görə cavabım verilir. Yəni, təsadüfi, şübhəli zənni istixara deyil, bu şifrəli kodlu yəqin, dəqiq istixaradır. Gələn bildiriş rəy cavab Quran-ı Kərim ayəsindən. Bu nə deməkdir? O deməkdir ki, istixara edəni və elətdirənin fikrincə, niyyətincə deyil. Gələn bildiriş hardan? Quran-ı Kərim ayəsindən nə çıxsa o bildirilir sənə. Və istixaranın cavabı bu cür şəkildə adın yazılı, təvəllüdün və çıxan ayələr, surələr və bilgilər videoya çəkilərək atılır sənin özünə. WhatsApp'dan müraciət etdiyiniz zaman. Ən azı 3 ayə açılır. Lazım gəlsə 4, 5, 6 ayə də açılır. Və üzərində olan sıxıntının səbəbi nədir? Nəfs midir, nəzər midir və yaxud da nədir? O haqda geniş, detallı şəkildə məlumat alırsan. Buyurun, kim istəsə ətraflı məlumat üçün WhatsApp'la əlaqə saxlaya bilər. Allahın lütfü üzərinizə olsun. Videonu bəyənib, komment yazmağı unutmayın. Takip atın. Bu cür dəyərli məlumat almaq üçün.